Bismillah, elhamdülillah, salatu ve selamu ala Resulillahi və alə alihi və sahbihi və mən vələ, əmmə bə'd. Deməli, həqiqətən məscidlər Allahındır. Çünki Allah Teala Quranda buyurur ki, və ennəl məsəcidə lillahi və lə təd'u mə'allahi əhədə. Həqiqətən məscidlər Allahındır. Allahla yanaşı başqa ilaha çağırmayın. Yəni, həqiqətən məscidlər Allahındır. Məscidlər Allahın evləri sayılır. Və bu evlərə Allah Teala bərəkət qoyur. Necə ki, biz bilirik ki, bir kəs evində namaz qılarsa, ona nə qədər savab var? Yəni, bir namazın savabı yazılır. Fərz namazlarına aiddir bu, fərz namazlarına. Tutaq ki, zöhrü evdə qılırsansa, bir dənə zöhr namazının savabını götürürsən. Amma məsciddə qılırsansa, 27 qat artıq savab götürürsən. Hətta bir rəvayətdə gəlib 25 qat artıq. Yaxşı, bu rəvayətləri cəm edirik. Minbəbil elm, minbəbil fayda. Fayda baxımından, bəzi alimlər deyirlər ki, kim piyada gələrsə 27 qat savabı götürür. Kim maşınla gələrsə, miniklə gələrsə 25 götürür. Bəzi alimlər də kim birinci səhvdə olarsa 27 götürür, kim arxa səhvlərdə olarsa 25 götürür. Bəzi alimlər də kim huşu ilə qılarsa 27, kim huşsuz qılarsa və yaxud da huşsu az olarsa o 25 götürür və s. sözlər var. Yəni sünnə bir-birinə zidd deyil. Burada hədislər bir-birinə zidd deyil. Və məscidin ədəblərindən ən birincisi məscidə gələrkən gözəl paltar giyinmək, yəni məscidin sünnələrindən, ədəblərindən. Necə ki, Allah buyurur ki, Ya bəni Ədəmə, xudu zinətəkum ində kulli məscidin və kulu vəşrabu və la tusrifu innehu la yuhibbul musrifin. Deyir ki, ey Adəm övladı, Allah müraciət edir bizə, deyir ki, siz məscidə gələndə xudu zinətəkum, ən gözəl paltarlarınızı giyinin. Baxırsan, görsən elə qardaşlar olur ki, məscidə gələndə evdəki paltarları giyinirlər, o başqa yerlərə gedəndə gözəl paltarları giyinirlər. Çalış məscidə gələndə də gözəl paltar giyin, təmiz paltar giyin. Yəni, biraz dar giyinmə, boş giyin. Müsəlmana dar giyinmək yaraşmır həqiqətən də. Və sonra buyur ki, və kulu vəşrabu, yiyin, için, və lə tusrifu, yəni israf etməyin, çünki Allah Teala israf edənləri sevmir. Və həmçinin məscidlər Allahın şüarlarından. Bugünkü günümüzdə rast gəldiyimiz ən böyük ədəbsizliklərdən biri də məscidin içində insanların hündürdən danışmasıdır. Məscidin içində qardaşların ədəbə müxalif sözləri istifadə etməsi. Sən bil ki, məscidin içinə girdin, səni vahimə basmalı. Bax, ən əvvəlki halı düşün. Sən təzə namaza başlayanda, məscidə girəndə hansı ədəbdəydin? Məscidə girəndə qorxurdun. Deydin, bura həqiqətən də başqa bir yerdir. Burada ehtiyatlı olma. Amma artıq üstündən 5 il keçir, 10 il keçir, sən məscidə az qala elə girirsən ki, bilmirsən, məscidə girsən, yoxsa başqa bir evlərdən birinə girsən. Bu nədir? Bu tövhidin zəifliyindən, qulun Rəbbi ilə olan münasibətinin zəifliyindən. Bu səndə artmalıdır, azalmamalı. Yəni sən, ona görə Allah Teala deyir ki, Uləikə mə kənə ləhum ən yədxuluhə illə xaifin. Onlar deyir, ora girəndə halbuki qorxa-qorxa girməlidirlər. Yəni biz məscidə girəndə bilmək Rəbbimizin evidir. Ora bərəkət qoyulub. Peyğəmbər sallallahu əleyhi və səlləm ora haqqında deyib ki, bu məsciddə yarhamıkallah. Deyir ki, məscidlər Quran oxumaq, namaz qılmaq və zikr eləmək üçündür. Ona görə məscidə girəndə artıq söhbətlər yığışdırmaq lazım. Məsciddə əməllər artıq olduğu üçün savabları, günahların da savabı artıq olur. Günahların da dərəcəsi yuxarı olur. Ona görə alimlər, aleykümselam, bəzi alimlər deyirlər ki, məsciddə günah eləmək böyük günahlardan sayılır. Yəni, məsciddə kiçik günah böyük günahlardan sayılır. Çünki məscid Allahın evidir. Deməli, insan Allahın evində Allahın ihsanını hiss eləmir. Yəni, Allahın muraqabanı hiss eləmir. Muraqaba nədir? Yəni, Allahın onu görməsini hiss eləmir. Ona görə deyib, böyük günahlardan olur. Həmçinin məscidlərin ədəblərindən məscidlərə pis qoxu ilə gəlmək. Ona görə Allah Resulü sallallahu əleyhi və səlləm deyir ki, kim bu iki ağacdan yiyibsə, otdan yiyibsə, məscidimizə yaxınlaşmasın. Soğan və sarımsaq. Çünki deyir, Adəm övladı əziyyət çəkən şeydən mələklər də əziyyət çəkir. Əgər o qardaş ki, müəyyən qoxu gələrək məscidə gəlir, əziyyət verir, o həmçinin mələklərə də əziyyət vermiş sayılır. Və həmçinin məscidin ədəblərindən məscidə piyada gəlməkdir. Məscidin ədəblərindən. Və həmçinin piyada gələndə iki şeyə diqqət eləmək lazımdır. Birincisi vüqarla gəlmək, yəni yavaş-yavaş gəlmək, tələsməmək. İkincisi gözləri hara gəldi, dikməmək.
Məscidə gələn insanın gözü qıraqki binalarda, qıraqki evlərdə olmamalıdır. Məscidə gələn insanın gözü yerdə olmalıdır. Və fikirləşməlidir, Allah'a zikr elə. Və baxın, alimlər gözəl bir qayda gətirirlər. Deyirlər ki, sən bir əməldə bir neçə niyyəti eləyib, böyük savablar əldə edə bilərsən. Misal üçün necə? Sən məscidə gəlirsən, həm yəni piyada gəlirsən, deyirsən ki, bir addım, savablı olursa addıma günahlarsın. Ona görə məscidə gəlmək nədir? Mələklərin mübahisə elədiyi kəffarələrdən. Necə ki, Qudüs hədisdə varid olur. Yəni Allah Resulü sallallahu əleyhi və səlləm deyir ki, yəni Allah Subhanahu taala deyir ki, ey Muhammed, mələklər nə haqqında mübahisə edirlər? Deyir ki, Allah bilir, ey Rəbbim, bilmirəm. Yenə soruşur, nə haqqında mübahisə edirlər? Axırda Allah Subhanahu taala deyir ki, onlar da kəffarələr haqqında mübahisə edirlər. O kəffarələrdən də biri nədir? Məscidə piyada gəlməkdir. Məscidə, yəni piyada gəlmək. Çünki məscidə piyada gəlmək həm savab olur, həm yəni insanın günahı silinir. Və həmçinin məscidə gələndə niyyət elə ki, qardaşlarıma salam verəcəm. Bir salam 10. Esselamu aleykum 10. Esselamu aleykum və rahmetullah 20. Esselamu aleykum və rahmetullah və rəkatuhu 30. 10 dəfələ salam versən 300 savab verir. Bir dənə salam verəcəm. Və həmçinin məscidə gələn niyyətlərdən qardaşımın üzünə gülümsəyəcəm. Gülümsəmək sədəqədir. Bir sədəqə verirsən məscidə gələndə. Və həmçinin məscidə gələndə niyyət edirsən ki, kiməsə elm öyrədəcəm. Əgər sən sübh namazına elm niyyəti ilə gələrsənsə, hansı savab var? Tam həccin savabı var. Kim əgər sübh namazına gəlib, sübh namazında bir elm öyrənmək və öyrətmək niyyətinə gələrsə, hədisdə gəlib ki, tam həccin savabını götürər. Görün, bax, yəni sən hər dəfə namazlara gələndə elm öyrətmək və öyrənmək niyyətin olsa, subhanallah, savablara bax. Həmçinin dinən ki, əlavə 2 rükət namaz qılacam. Əgər sən zöhr, əsr arasındasansa, əgər tələsmirsənsə, biraz məsciddə oturursansa və həmçinin məsciddə namazdan sonra biraz oturacam, vaxtın varsa. Necə ki, hədisdə gəlib ki, kim məsciddə namazdan sonra başqa namazı gözləyərsə, nə qədər ki, o yerində oturub, mələklər onun üçün salət eləyər. Mələklərin saləti nədir, qardaşlar? Kimdir istiğfar? İstiğfar. Mələklərin salatı istiğfardır. Yəni, mələklər sənin üçün bağışlanma deyir. Təsəvvür elə namazdasan, oturmursan, o birisi namazı gözləyirsən, mələklər deyir ki, Allahım bu qulu bağışla, Allahım bu qulu bağışla, Allahım bu qulu bağışla. Subhanallah. Heç təsəvvür edirsəm, nə qədər savablar var. Yəni, sən bu savabları çoxaltsan, bu niyyətlər hələ çoxdur. Nə qədər sən sayarsan, var elə. Sən bunları saysan, misal üçün onlardan deyərsən, bir qardaşın ehtiyacını qarşılamaq, kədərli qardaşın kədərini aradan qaldırmaq, o qədərdir ki, sən bunları çoxaldanda hətta riya belə girmir əmələ. Riya girə bilmir ora. Sən o qədər Allah üçün niyyət eləmirsən ki, hansı riya girəcək ora? Hansı riya gəlib girsin ora? O qədər Allah üçün. Ona görə alimlər deyirlər ki, insan bir əməldə nə qədər savablar, dağlar qədər savablar qazana bilərsən. Ona görə məscidin ədəblərindən fikir vermək lazım. Biz məscidə gəlməliyik ibadət üçün. Və innəl məsəcidə lillah fələ təd'u mə'allahi əhədə. Məscidlər Allahındır və Allahla yanaşı başqa şeyi çağırma. Dua ümumidir. Biz bilirik, dua iki növdür. Dua məsələ, dua ibadə. İstək duası bir də ibadət duası. Fələ təd'u mə'allahi əhədə. Yəni, ibadəti Allahdan başqa heç kimə yönətmə. Yəni, yalnız ibadətlə məşğul ol. Yalnız Allaha ibadət elə. Başqa işlərlə məşğul olmaq. Məsciddə dünya işlərlə məşğul olmaq olmaz. Eyb etməz. Qısaca olaraq, telefonda kimsə sənə nəsə zəng eləyərsə, əgər məcbursansa cavab verməyə, məcbur deyilsənsə cavab vermə. Məscidin əzəmətini qoru. Nə qədər məscidin əzəmətini qoruyarsan, qəlblərin təqvasının. Və mən yuazzim şairallah fə innəhə min təqval qulub. Kim Allahın şüarlarını, yəni ayinlərini, dini ayinlərini əzəmətləndirərsə, bu qəlblərin təqvasından. Yox, əgər əzəmətləndirməzsənsə, deməli qəlbin təqvası yoxdur. Ona görə Allah bizi məscidlərdə ədəbli olmağa müvəffəq eləsin. Allah istəyirəm ki, bizi ədəbləndirsin. Bizi, yəni xilqətimizi gözəl yaratdığı kimi ədəbimizi də gözəl eləsin, əxlaqımızı da gözəl eləsin. Və bizim qardaşlığımızı hifz eləsin, mühafizə eləsin. Və bizi Allah üçün qardaş olan qullarına eləsin. Və axiru da'vana enelhamdülillahi rabbil alemin. Subhanəkəllahumma hamdik, əşhadu an la ilahe illə ente, estağfiruke və etûbü